ABŞ-nin Venezuelaya narkoterrorizm adı altında müdaxiləsi sadəcə olaraq bəhanədir. Amerikanın əsas məqsədi Venezuelanın ən azı 27 trilyon dollar dəyərində enerji və neft ehtiyatlarını ələ keçirməkdir. Misyas xəbər verir ki, bu sözləri Türkiyəli jurnalist Fərhad Murad deyib. ABŞ-yə daxil olan narkotiklərin yalnız əhəmiyyətli bir hissəsi Meksika və Kolumbiyadan keçir. Narkotiklərin yalnız 8% Venezuela vasitəsilə ABŞ-yə daxil olur və hətta bu da tranzitdir. Lakin ABŞ Meksika və Kolumbiyaya müdaxilə etmir. Əksinə, narkoterrorizm bəhanəsi ilə Venezuelaya müdaxilə edib və biz buna inanacağıq deyə o vurğulayıb. Fərhad Murad bildirib ki, xüsusilə də ABŞ-nin 38,5 trilyon dollar xarici borcunun olduğunu nəzərə alsaq, məsələnin mahiyyətini başa düşmüş olarıq. Jurnalist qeyd edib ki, bu uzun müddətdir içində olduğumuz təhrif olunmuş sistemin reallığıdır. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Misya TV.